Salam dostlar, hər vaxtınız xeyir olsun. Əgər sizin də kartdan öz başına pul çıxılırsa, yəni Google Payda hər hansısa bir abunəlik varsa, bu abunəliyi necə ləğv eləyə bilərik və həmin kart hesabımızın nömrəsini, yəni kartımızın nömrəsini oradan necə silə bilərik? Yəni Google Paydan necə silə bilərik? Hər hansısa bir oyundurmu, proqramdırmı? Oradan bir daha pul çıxmasın. Bunu mən sizə addım-addım göstərirəm. Siz də baxın. Əgər elə bir problem varsa, kartınızın kodunu oradan ləğv eləyin, silin və yaxud da abunəliyi ləğv eləyin. Detallı şəkildə, izahlı şəkildə izah edirəm. İlk öncə sizdən bir xahişim var. Mənim kanalımda, mənim videoları izləyənlərin 90% demək olar kanalıma abunə olmayanlardır. Mənə dəstək olmaq istəyirsinizsə, kanalıma mütləq abunə olun. Nəsə sözümü uzatmıram. Keçək videomuzun əsas mövzusuna. İlk öncə nə edirik? İlk öncə gördüyünüz kimi Google Play Store proqramı var. Bunun üstünə klikləyirik. Buradan bu yuxarıda gördüyünüz Gmail bu işarənin üstünə burada klik edirik. Bura klik elədikdən sonra burada ödəmələr və aboneliklər bölməsi var. Bunun üstünə klikləyirik. Burada gördüyünüz kimi aboneliklər var, ödəmə yöntəmləri var. İlk öncə nə edirik? Hər hansısa bir yerə bizim abunəliyimiz varsa, pul çıxılırsa 2 dollar, 1 dollar, 3 dollar. İlk öncə abunəliklərin bunun üstünə klikləyirik. Əgər burada abunəlik varsa, nəyə abunə olubsa burada göstərir. İndi məndə olmadığı üçün mən bunu sizə göstərə bilmirəm. Ancaq burada nəyə abunə olubsa burada gələcəkdir. Bunun üstünə basırsınız, aşağıda ləğv et var. Abunəlik ləğv et var. Onu ləğv eləyirsiniz. Və dostlar, buradan ləğv elədikdən sonra kart hesabımızın Google'dan necə silə bilərik? İndi onu izah edeyim mən sizə. Buradan geri qaydırıq. Gördüyünüz kimi yuxarıda ödəmələr yöntəmi var. Bu yuxarıda birincisi. Bu ödəmə yönteminin üstünə klikləyirik. Burada kart hesabımız bura yazılır. Bunun üstünə basanda gördüyünüz kimi buradan ləğv eləmək olmur. Yəni biz buradan kart hesabımızı buradan ləğv eləyə bilmirik. Bəs kart hesabımızı necə Google-dan ləğv eləyə bilərik? Buradan aşağı baxanda burada görərsiniz ki, digər ödəmə ayarları bölməsi var. Bu digər ödəmə ayarları bölməsinin üstünə klikləyirəm bu qaydada və bizi hər hansısa bir səhifəyə atır. Burada bir qədər gözləyirik, yəni internetimizin sürətindən asılıdır. Belə bir panel gəldi dostlar. Burada gördüyünüz kimi bizim kart hesablarımız var. Bu kart hesablarını necə oradan təmiz silirik? Burada kaldır bölməsi var. Bu kaldır bölməsinin üstünə klikləyəndə bu qaydada və burada yenə kaldır var. Kaldırı basanda avtomatik olaraq bizim kart hesabımız Google Paydan silinir. Artıq bizdə yenə hər hansısa bir nəyəsə ödəmə çıxmır. Yəni özümüzdən asılı olmayan səbəbdən ödəmə çıxmır. İndi deyərsiniz ki, məndə yoxdur. Ancaq yenə də baxın, uşaq bilmədən götürər telefonu, oyun oynayar, oyuna pul yükləmək üçün bura qoşula bilər. Yəni bura qoşulmaq belə asandır. Bir də izah eləyirəm. Geri qaydırıq. Deyək ki, Play Marketdir. Yuxarıda, burada görürsünüz ki, bu Gmail işarəsi var. Bunun üstünə klikləyirik. Buradan ödəmə və aboneliklər bölməsi var. Bunun üstünə klikləyirik. Burada aboneliklər var. Yenə aboneliklərin üstünə klikləyirik. Burada aboneliyimiz varsa, buradan aboneliyi ləğv eləyirik. Əgər buradan aboneliyi ləğv eləmişiksə, yenə şübhəmiz varsa, hər hansısa bir yəni qorxumuz varsa, geri qaydırıq. Yuxarıda birincisi aboneliklərə, ödəmə yöntəmləri bölməsinə klikləyirik. Buradan aşağı düşüb digər abunə ayarları var. Buradan silə bilmədiyimiz üçün oradan bunun üstünə klikləyirik. Buradan yenə belə bir səhifə açılır. Burada gördüyünüz kimi bizim Google hesabımızda, pay hesabında burada kart hesabımız var. Bu kart hesabını da buradan bu qaydada kaldır bölməsinin üstünə basırıq və yenə kaldır dedikdə artıq bizim kart hesabımız oradan avtomatik silinmiş olur. Bu qədər sadə dostlar. Əlavə kimi suallar varsa şərh bölməsində yazmağı unutmayın. Sizinsə kartınızdan pul çıxılırsa, çıxılıbsa aşağıda yenə şərh bölməsində bildirin ki, hər kəsin də xəbərdar olsun. Yəni bilsinlər. Bu qaydada öz kartınızdakı avtomatik çıxan pulları bağlaya bilərsiniz. Bu qədər sadə. Videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sualınız varsa şərh bölməsində də yaza bilərsiniz dostlar. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik.